Biri var idi, biri yox idi. Gözəl bir qız var idi. Bu qızın nənəsi ona qırmızı papaq bağışlamışdı. Bu qız isə bu papağı hər zaman geyinirdi və hər kəs ona qırmızı papaq deyirdi. Bir gün qızın nənəsi xəstələnir və ana ona şorba bişirib qırmızı papağa deyir: "Qızım, bu şorbanı nənənə apar. Ancaq yolda heç kimlə danışma, ehtiyatlı ol." Qırmızı papaq anasının bişirdiyi şorbanı götürür və nənəsinin yanına gedir. Meşədə qırmızı papaq gül yığmağa dayanır və bu zaman bozqurd onu görür. O qırmızı papağı güdməyə başlayır. Sonra canavar qırmızı papağa yaxınlaşıb deyir: "Ay qız, hara gedirsən?" Mən nənəmə şorba aparıram. Nənən harda yaşayır? Nənəm meşənin o biri başında, kəndin birinci evində yaşayır. Sən çox yaxşı qızsan. Bax, biraz nənənə gül yığ, uzun yolla get. Yaxşı, gül yığaram, yaxşı fikirdir. Canavar isə bunları deyib, qısa yolla tez nənənin evinə gedir. Kimdir? Mənəm, sənin nəvən. Bu qızın səsi niyə belə dəyişib? Ay bala, qapının ipini dart, qapı açılsın. Canavar ipi dartıb, qapını açır və içəri girir. İçəri girdikdən sonra canavar nənəni udur və nənənin yerinə girib üstünü örtür. Bir müddətdən sonra qapı yenidən döyülür. Kimdir? Nənəm, nənə. Qapının ipini dart, qapı açılsın. Və qırmızı papaq qapının ipini dartıb, qapını açır və içəri daxil olur. Nənə, sənin gözlərin niyə belə yekədir? Səni yaxşı görmək üçün. Nənə, bəs sənin qulaqların niyə belə böyükdür? Səni yaxşı eşitmək üçün. Nənə, bəs sənin dişlərin niyə belə böyükdür? Səni yemək üçün. Qırmızı papaq qorxur və bərkdən qışqırır. Bu zaman meşədə işləyən meşəbəyi qırmızı papağın bunu eşidir. O gəlir, canavardan nənə ilə qırmızı papağı xilas edir.